Salam, hörmətli müəllimlər. Bu günlərim mən sizə qərar verdim ki, metodik vəsaitlərdən bir neçə məlumatlar sizə izahlar verim ki, istər öz tələbələrim olsun, yəqin ki, sizlərin də içərinizdə metodik vəsaitlərdə çətinliyi olan və s. insanlar ola bilər və bunun üçün də sizə belə deyək, ümumi YouTube-da izahlar verim ki, həm istər mənlə hazırlaşan müəllimləri, istərsə də digərləri faydalanmış olsun bu məlumatlardan. Deməli, ilk öncə mən doğrusuna qalsam, əsas bizim 1-ci sinifdən 9-cu sinifə qədər bütöv halda öyrənəndən sonra metodik vəsaitlərdən düzdür, MİQ üçün mənim rastıma çıxmayıb çox o qədər sual. Bircə dəfə cəmi düşüb. Rembrandtın əsəri o da. O da uyğunlaşdırmanın içərisində çox rahat yəni tapmaq olur. Amma belə də yəni hər ehtimal kimi bunların izahlarını verirəm ki, birdən düşsə sizə rahat olsun. Deməli, ilk öncə metodik vəsaitlərdə bədii fəaliyyətin növlərindən söhbət gedir ki, biz bilirik ki, təsviri sənət dərslərində əsas fəaliyyətdir. Bədii fəaliyyət növlərindən məşğul olur bir şagird. Nəyisə təsvir eləyir, nəyisə üzərini bəzəyir və yaxud da ki, düzəldir. Yəni, bədii fəaliyyətin təsvir, dekorativ və konstruktiv olmaqla 3 növüdür biz orada görürük. Və bunların da hər biri ayrı-ayrılıqda təsvir deyəndə nəyisə biz qrafika işi eləyirik, ağ-qara üzərinə ştrix vururuq, rəng eləyirik və yaxud da ki, heykəldə nəsə düzəldirik. Bu təsvir fəaliyyətidir. Dekorativ fəaliyyətdə xalçaçılıq, miskərlik, milli geyim, keramika və s. bu kimi şeylərin hər biri dekorativ sahəsinə aiddir. Konstruktiv isə biz konstruktivdə memarlıq və dizayn olmaqla 2 işi yerinə yetiririk. Tutaq ki, şagirdə hər hansı bir Mikayıl Hüseynov dərsində Eyfel qülləsi var. Eyfel qülləsini nəsə ona oxşar şeylər eləyirik və yaxud da ki, hər hansı bir memarlıqla bağlı layihələr işləyirik. Bu memarlıq layihəsidir. Dizayn zaten mənası da biz 3-cü sinifmi ya 2-ci sinif kitablarında rəsm, ideya və layihə olduğunu dizaynın bilirik. 2-ci sinif kitablarında rəsm, ideya və layihənin olduğunu bilirik ki, biz istənilən bir şeydə ideyamız olur, ona rəsmini çəkirik, ondan sonra layihələndiririk. Ona görə konstruktiv fəaliyyət sahəsinə aid olur dizayn, rəsm, ideya və layihə. Ən sonda isə biz onda müəyyən bir layihə düzəldirik deyə konstruktiv fəaliyyət sahəsinə aiddir. Yəni, şagird burada hansısa bir konstruktiv qurma ilə məşğul olur. Metodik vəsaitlərdə rəssam olaraq Səttar Bəhlulzadə ilkin olaraq məlumat var. Gəlin Səttar Bəhlulzadə haqqında məlumatla tanış olaq. Səttar Bəhlulzadə ümumiyyətcə kitablarda da gördüyümüz kimi onun mənzərələrlə bir çox mənzərə janrında əsərlər işləyib ki, hansı ki Azərbaycanda məsəl üçün Kəpəzin göz yaşları, ümumiyyətcə sinif kitablarında yetəri qədər onun həddindən çox əsərləri var ki, Kəpəzin göz yaşlarıdır, doğma düzənlik və s. bu kimi əsərlərin müəllifidir ki, adam bütün əsərlərinə biz oradan baxanda belə bir nəticə çıxarda bilərik ki, mənzərə ustasıdır. Yəni, mütləq şəkildə bilməli olduğumuz bu məlumatda mənzərə ustasının olması Quba, Lənkəran, Şamaxı, Şuşa və Şahdağ, Göygöl kimi ərazilərdə naturadan kiçik etüdlər eləyib ki, etüd də bilirdik də, hər hansı bir naturadan işlənilən bir rəsm idi ki, canlı şəkildə otururduq, işləyirdik etüdü. Deməli, canlı şəkildə Qubada, Lənkəranda, Şamaxıda, Şuşa, Şahdağ və Göygöl ərazilərində naturadan işlər eləyibdir. Rəssam haqqında bu qədər, yəni metodik vəsaitlərdə cəmi bu məlumat var, bunu bilməlisiniz. Sonra ikinci hissədə mütləq şəkildə bizim bilməli olduğumuz nələr var? Xətlər. Biz əslində yadınızdadırsa deyirdik ki, xətt insanın xətt vasitəsindən müəyyən bir 6-cı sinifdə var idi də, qrafikanın əsas vasitəsi idi. Xətt vasitəsilə hansısa bir hətta orada Anri Matisse və s. əsərlər göstərilmişdi ki, orada biz xəttin vasitəsilə insanın misal üçün nə dərəcədə əsəbi olduğunu, qəzəbli olduğunu, şən olduğunu və s. göstərə bilirdik. Xəttlər gördüyünüz kimi, əgər düz xəttdən söhbət gedirsə, düz xətt sakit, mülayim xətt deməkdir. Sonra keçdik digər hissədə. Buruq və gördüyünüz kimi belə bir buruq, qıvrıq, spiral şəklində xəttlər varsa, sevincliyi, şəni, xeyirxah xətt deməkdir bunların mənası. Digər hissədə dalğalı xətt görürük ki, bu hiyləgər xətt adlanır, dalğalı xətt.
Digər hissədə qəzəbli dişli xətt görürük ki, hansı ki bu sınıq ziqzaq xəttlər qəzəbli və dişli xətt sayılır. Punktir xəstə xətt deməkdir. Digər hissədə isə dalğalı xətt görürük ki, bu tullanan xətt deməkdir. Bunlara diqqətlə baxarsınız, mütləq şəkildə düz xəttin, buruq, qıvrıq spiralvari xəttin, dalğalı xəttin, gördüyünüz kimi dalğalı var, belə iki dənə dalğalı var. Bir yarım dairə şəklində dalğalıdan söhbət gedir. Bir də normal dalğalı xəttdən söhbət gedir. Normal dalğalı xətt hiyləgərdir, digəri isə tullanan xətt sayılır. Digəri punktir xətt, bu da xəstə xətt sayılır ki, gördüyünüz kimi damalar sanki damalara oxşuyur. Digəri də isə deməli sınıq ziqzaq xəttdir ki, bu da qəzəbli dişli xətt sayılır. Sonra burada tanqram haqqında məlumat var. Fiqurlardan ibarət bir oyundur. Burada mütləq şəkildə yadımızda saxlayacağımız əsas hissə nədir? Fiqurları 7 fiqura bölmək və mütləq şəkildə bu hansısa bir oyuncaq, nəqliyyat vasitəsi, hərf, rəqəmlər bunlarla yaratmaq olur və ümumiyyətcə ən qədim oyunlardan biri sayılır tanqramın. Bu barədə məlumat var. Mütləq şəkildə onu bilməlisiniz. Sonra tanqramda kvadratı mütləq şəkildə 7 yerə bölünməsini, ikisinin böyük, birinin orta, 2 kiçik üçbucaq və yaxud da kvadrat və yaxud da paralleloqram üzərində eləyə bilərsiniz siz bunu. Və əsas mahiyyəti ondan ibarətdir ki, mozaik üsuluna verilmiş elementlərdə fiqurlar yığmaqdır. Mütləq şəkildə bu təxəyyülün, bir şagirddə təxəyyülü vizual olaraq hissələrə bölmək bacarığını inkişaf elətdirir və belə. Bu əsasən kurikulumla bağlı bir məlumatdır, amma yenə də bilməyinizdə bir fayda var. Deməli, 7 hissəyə bölünməsini mütləq şəkildə hissələrin 7 yerə bölünəndən sonra 2 böyük, 1 orta və 2 kiçik üçbucaqdan ibarət və yaxud da kvadratdan ibarət və yaxud da paralleloqramdan ibarət olan bir hissədir ki, bunu bilməlisiniz. Üçbucaq, kvadrat, paralleloqram kimi hissələrdən ibarət olmasını mütləq yadımızda saxlayırıq və 7 hissəyə bölünməsini yadımızda saxlayırıq. Bax, bunları bu barədə məlumatlar var. Belə, ondan sonra keçdik digər hissəmizdə origami haqqında. Zaten origaminin biz 2-ci sinif köhnə nəşr kitablarında origamini bilirik ki, kağız qatlama sənətidir. İlk dəfə Çində yaranmasını biz bilirik. Sonradan Yaponlarla bağlı bir məlumat var ki, Yaponlara keçməsindən bağlı. Zaten Çində biz bilirik ki, kağız yəni ilk dəfə Çində yaranmış bir fəaliyyət sahəsidir və ümumiyyətcə bu dəqiqə çünki bir kağız olduğuna görə, kağız da zaman sonra öz keyfiyyətini itirdiyinə görə, korlandığına görə origami haqqında belə deyim də nə vaxt olması və s. bunun məlumatı, laf dəqiq məlumatı biz əldə edə bilmirik. Çünki kağız korlanır deyə. Və ümumiyyətcə yadımızda saxlayırıq ki, oru qatlama deməkdir. Qami kağız mənasını verən iki sözün birləşməsindən yaranıb origami. Kağız qatlamadır, zaten bunu bilirik. Və eyni zamanda bu sənət 1-ci və yaxud da ki 2-ci əsrdə. Çünki bayaq dedik ki, kağız keyfiyyətini itirdiyinə görə, zaman sonra korlandığına görə, dövrümüzə gəlib çatmadığına görə, ona görə təqribi bir rəqəm deyirik ki, 1-ci və 2-ci əsrdə günümüzə qədər gəlmişdi. Və Yaponlar da ilk dəfə 6-cı əsrdə kağızdan istifadə elədiklərinə görə ilk origami mütləq şəkildə yadımıza saxlayırıq 8-ci və 12-ci əsrlərdə rast gəlinməkdədir. Və mütləq şəkildə yadımıza saxlayırıq ki, deməli, origami zaten bilirik ki, ağ kağızdan istifadə olunur. Bu zaten normal bildiyimiz ağ kağızlardan eləyirlər və əsasən origaminin inkişafını yadımızda saxlayırıq ki, origami 17-19-cu əsrlərdə origami sənəti inkişaf etmişdi daha çox. Və ümumiyyətcə origami 19-cu əsrdə artıq 70-ə yaxın fərqli origami dizaynı yaradılmışdı.
Deməli, mütləq şəkildə yadımızda saxlayırıq ki, deməli, ümumiyyətcə oriqaminin lap dəqiq məlumatı yoxdur. Çünki kağız olduğuna görə, zaman sonra korlandığına görə, deməli, məlumat yox idi onun haqqında. Sonra ori qatlama deməkdir. Qami kağız mənasını verir. Bu sözün birləşməsindən yaranıb. Çində yaranmasını zaten bunu bilirdik. Çində təqribən 1-ci, 2-ci əsrlərdə gəlib çatıbdır. Yaponlar kağızdan istifadəsi 6-cı əsrdədir, amma ilk oriqami nümunələri artıq fərqlidir. O əsri deyəcəyik 8-ci və 12-ci əsrlərdə rast gəlinməkdədir. Və müəyyən zaman sonra burada festivallar və s. bununla bağlı keçirilmişdi. Və əsasən ən oriqaminin deməli inkişaf etmiş əsrlərini yadda saxlayasınız və 70-ə yaxın oriqami nümunəsi 19-cu əsrdə olması ilə bağlı məlumatlar. Digər hissədə bizdə burada artıq gördüyünüz kimi rəngkarlıqla bağlı bir hissə var. Sadəcə bunu yadda saxlayırıq ki, burada fırça dəstinin növünü, tük dəstəsi var idi, vəznə hissəsi var idi və zaten bunu bilirik ki, taxta hissəsi isə gövdə adlanır. Ümumiyyətcə fırçalar iki növ fırça var. Yumru və düz olmaqla fırça yaradılırdı. 2-ci sinif təsvir sənət kitablarında fırçanın işlənmə qaydalarını göstərir. Mütləq baxın, suda islanmaq və s. akvarellə işlənmə qaydaları var və ümumiyyətcə fırçanı biz bilirik ki, çox suda saxlayanda tüklərinin tökülməsi ilə bağlı bir məlumat var və yaxud da ki, fırçanın uclarının şiş, iti və yaxud da ki, tüklərinin təbii heyvan tükündən olması, belka deyirdik də biz o vaxt, universitet vaxtı buna. Yəni belə. Zaten biz bilirik, rəhlər barədə məlumat var ki, bunları da bir daha üzərindən keçmirəm. 2-ci sinif kitablarında quaşın nə olduğunu yəqin ki, hər kəs bilir. Qatı boyadır, akvarelin nə olduğunu bilir. Əsas rəhlər barədə məlumatlar var. Yəni belə. Əsas keçdik bizim digər hissəmiz olan Bəhruz Kəngərli hissəsinə. Bəhruz Kəngərli Azərbaycanda ümumiyyətcə biz bilirik ki, mənzərənin yaradıcısı idi və Azərbaycanda ilk dəfə ali rəssamlıq təhsili almış şəxs idi. Bunu köhnə nəşr kitablarından bilirik. Bəhruz Kəngərli burada indi nə idi? Ümumiyyətcə Qaçqınlar silsilə əsəri yadınızdasa, Oğlan budağı ilə Qırmızı yaylıqlı qız, bu akvarel əsərlərində ümumiyyətcə qaçqınlarla bağlı, ermənilərin Azərbaycana işğalı ilə bağlı olduğuna görə yaradıcılığı həmin dövrə təsadüf elədiyinə görə çoxlu qaçqınlarla bağlı əsərləri var ki, silsilə əsərlərindən də bax yadımızda saxlayırıq. Qaçqınlar silsilə əsərində Oğlan budağı ilə Qırmızı yaylıqlı qız akvarellə çəkilmiş əsas nümunələri bura daxil idi. Bəhruz Kəngərli biz bilirik ki, elə zaten Naxçıvanın Kəngərli şəhərində, Kəngərlidən olduğu hər kəsə məlumdur, soyadından da elə məlumdur. Naxçıvanda bir neçə teatr səhnələrinin inkişafında, yadınızdadırsa 9-cu sinifdə Bəhruz Kəngərli ilə bağlı məlumatlar var idi ki, teatrçı rəssamdır. Və ümumiyyətcə yadımızda saxlayırıq ki, Naxçıvan teatrında bir neçə belə deyim, tədbirlərdə həyata keçirib, yaxından iştirak eləyibdi və Naxçıvanda olanda Naxçıvan teatrında Üzeyir Hacıbəyovun Olmasın bu olsun teatrına tərtibat işləri vermiş rəssam idi. Və ilk dəfə teatr rəssamı kimi də fəaliyyətə başlayıbdı fəaliyyəti və 1912-18-ci ildə Naxçıvanda Nəcəf bəy Vəzirovun Pəhlivan-i Zəmanə, Hacı Qəmbər, Müsibəti Fəxrəddin kimi ümumilikdə 40-a yaxın tamaşalarda panolar işləmişdi, səhnə tərtibatları, geyim eskizləri vermişdi. Bunu mütləq yadımızda saxlayırıq. Ümumiyyətcə, rəssamın milli geyimlərlə bağlı çox qəşəng rəsm nümunələri var. İnternetdə araşdırıb baxa da bilərsiniz. Çox maraqlıdır o həmin əsərləri. Və ümumiyyətcə mütləq şəkildə yazımızda saxlayırıq ki, həm də təkcə ümumiyyətcə mənzərə yox, həm də dəzgah rəngkarlığının, realistik dəzgah rəngkarlığının təşəkkülü, portret və mənzərə janrlarında əsərlər yaratmışdı ki, zaten bunu məlumdur da, portretlərindən görürük, mənzərələrini görürük. Məsələn, İlanlı dağ mənzərəsi var kitablarımızda, minarəsi dağıdılmış məscid və s. Bu kimi əsərləri var. Və portret ustası, ümumiyyətcə Azərbaycanda yadımızda saxlayırıq ki, Bəhruz Kəngərli portret janrında ilk avtoportretin Azərbaycanda müəllifi sayılır. Bunu mütləq
yadımızda saxlayırıq. İlk avtoportret onun adından bağlıdır. Və Naxçıvanda Dövlət Tarixi Muzeyində əsərləri saxlanılır. Bir də Azərbaycanda Milli İncəsənət Muzeyində, iki muzeylərdə, Milli İncəsənət Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyində onun əsərləri saxlanılır. Və 30 yaşında rəssam vəfat eləmişdi və eyni zamanda yadımızda saxlayırıq ki, onun akvareli və digər texnikalarla, yağlı boya ilə, karandaşla işləri məşhurdur. 500-ə yaxın əsəri bu gün də incəsənət əsər nümunələri sərgilənir və saxlanılır. Əzim Əzimzadə. Əzim Əzimzadə 9-cu sinifdə zaten bizə məlumat olan rəssamlardan biri idi. 9-cu sinif kitablarında Əzim Əzimzadənin ilk karikaturçu rəssam olmasından bağlı məlumat var. Molla Nəsrəddin jurnalında fəaliyyətindən bağlı məlumat var və Azərbaycanda ilk karikaturanın banisi sayılır. Ümumiyyətcə, realistik grafikanın banisi də sayılır bu. Satirik rəssamdır, bunu zaten bilirik. Karikaturan banisi olduğunu bilirik. Və köhnə nəşr kitablarında 2-ci sinifdə yenə bunun haqqında məlumat var. Bir də metodik vəsaitlərə mütləq baxmanızı tövsiyə eləyərəm. Və qrafika janrında əsərlər yaratmaqla, ümumiyyətcə, Əzim Əzimzadə 40 illik bir fəaliyyət nəticəsində onun da 3000-dən artıq əsərləri var idi. Və karikaturaları, plakatları və digər geyim eskizləri kimi nümunələri var idi. Əzim Əzimzadənin 100 Bakı tipi, burada düzdür, 100 tipi yazılıb, amma 100 Bakı tipi adlanır əsər tam olaraq. Bakıda bir neçə məmurların, müxtəlif ictimai xadimlərin, tacirlərin və s. təsvirlərini işləmiş rəssamdır. Savadsızlığa qarşı karikaturaları zaten bunu bilirik, bu bizə məlumdur. Və ümumiyyətcə Bakı Dövlət Rəssamlıq Məktəbində dərs demişdi rəssam və özündən sonra bir neçə yetirmələri də mövcuddur. Azərbaycan Dövlət İncəsənət Muzeyində onun əsərləri saxlanılır. Mütləq şəkildə yadımızda saxlayacağımız iş də budur. Əzim Əzimzadə haqqında da bu qədər rahatdır, yəni çox çətin deyil. Keçdik Fuad Əbdürrəhmanov. Fuad Əbdürrəhmanov da zaten 8-ci sinif kitablarında bilirik. Azərbaycan ümumiyyətcə yaradıcılığında Milli Heykəltaraşlıq Məktəbinin yaradıcısı və nümayəndəsidir. Dəzgah və qrafik işlərdə 8-ci sinif kitablarından tanış ola bilərsiniz. Misal üçün orada Fuadın Oxatan, Aşıq, Səttar Bəhlulzadə, Həzi Aslanov, Çoban, Azərbaycan qadını, Nizaminin portreti, Rudakinin portreti kimi nümunələrin müəllifidir ki, bunun zaten 8-ci sinif kitablarında çoxsu var. Həzi Aslanov da Oxatandır, Səttar Bəhlulzadə. Bunu kitablarda tanış ola bilərsiniz. Yeganə burada fərqli bir şey Azərbaycan qadınıdır və Rudakinin portretidir. Nizaminin portretini də 2-ci sinif köhnə nəşr kitablarında, 2 yox, üzr istəyirəm, 4-cü sinif kitablarında monumental, piedestal, həmin dərsdə Nizaminin heykəlini zaten görə bilərsiniz. Həmin dərsdə var. Yəni Fuad haqqında da bu qədər. Əslində bir də yadda saxlayacağınız yaradıcılıq xüsusiyyətidir ki, uğurlu bitkin kompozisiyası var idi. Ciddi və dəqiq işləyirdi. Uğurlu bitkin kompozisiyasını var idi əsərlərində. Yəni bunlar mütləq şəkildə tanış olsanız sizin üçün bir faydası var ki, düzdür, 100% bunlardan qəbula düşəcək deyə bir şey yoxdur. Amma yenə də hər ehtimala məlumat kimi paylaşıram ki, məlumatınız olsun, hər şeydən bir məlumat olsa daha yaxşıdır. Sonra orada gəlir hərbi geyimlər. Hərbi geyimlər düzdür. Bunun geyim kimi biz milli geyim, xalq geyimləri keçmişik. Hərbi geyimlər haqqında da məlumatınız olsun. Yenə də, yəni bəlkə də düşmə ehtimalları olur, amma çox inanmıram o qədər də düşər. Müasir dövrdə ümumiyyətcə təhrəkli və çoxrəhli olur, kamuflajlar adlanır və ümumiyyətcə bunlarda da torpaq rəngində, yaxud da ki yaşıl və yaxud da qəhvəyi rənglərdə tonlarda zaten bunu hərbi geyimlərdə, hərbiçilərin geyimlərində biz onu görə bilərik. Və hərbi qulluqçular mütləq şəkildə bilirik ki, onların fərqlənmə nişanları olur, döş nişanları olur, hərbi misal üçün ləvazimatları olur, bunlara bölünür. Və hərbi geyimlərdə 2 yerə bölünür. Üst geyimləri var, qış və yaxud da ki yaz paltosu olur, buşlat olur, plaş olur, kitel olur. Bunları yadımızda saxlayırıq, gödəkçə, kombinezon və s. bu kimi. Sonra baş geyimləri var, papaqlar, qulaqlı papaqlar,
nə bilim, digər şlyapalar, pilotka və yaxud da ki, beret, bu kimi şeylər olur. Ayaqqabıları tufli olur, batinkaları olur, uzunboğaz çəkmələr olur və s. bunlar. Yüngün geyimlərdə köynəklər, yun köynəklər, əlcək, şərf və s. Yadınızda saxlayacaqsınız. Deməli, birinci sinif metodik vəsaitlə bağlı bu qədər.